Sənə qoymaları. Mənki iPhone 14'dür. Mənki ona getmir ki. Səndə iPhone düşəsi. Səndə o birindən. Sənəsi bə... Səndə nazirləndir. Səndə altına geçdir. Bunu 14'dür. 17'dir. Yazıb kökələ dizim. Mən bir yiyeyim bunu kökəlimdə. Makaronlar nə? Bugün yiyirəm. İndiki makaronlar çeşətmiş. Neymiş saygısızlar? Tıkılatma. Mirza oluyorum. Ay yok yıkmış. Bu da xarabdır. Peki başlığı değişir. Başlığı yaxşıdır. Oyda qutarır. Hə, başlığı dəyiş. Məncə başlıqdandır. Hansı başlıqlar, hamısı anormal başlıqlardır. Nasılsın? Bunu üstüvə qoyma. Götür başqa yerdə qoy. O qədər üstüvə qoymuşsan ona görə elə görsün. Necə görsənir? Ona görə üstüvə qoyursun deyə indi şey olacaq. Hə, düşəcək xəzarət qıxır. Üst bura qoymaq olmur. Saf et. Alamın sən gözlərim niyə belə böyük görsənir? Mən nə bilim. Buradan düzəldim. Bilmədim ki, ay qız çox peşman olacaq. Burada nə qatmısan acı? Nə var, hamısını qat. Nə vurmuşsa bilmirsən. Nə var, nə qoymuşsun? Bildiyimə nə vurmuşsa, mənim allergiyam var, ona görə deyirəm. Mən allergiyalıyam axı. Vurduğun şeyi də bilim. Bilmirəm, biz tutsa vurdum da. Nə vurdun? Ədviyyat nə vurdun oradakilərdən? Hamısını vurmuşam, hamısını. Mən işte. Nəyə görürsən ki? Yox, deyəsə hamısından vurmuşam, o yüzden matım qaldı. Bəzi şeylər allergiyam var axı. Məndə allergiya var, xəstə. Bilmirəm, ay qız. Necə bilmirdim allergiyamı. Tüm bahçe bilir. Üzüm yanmamış da allergiyadan. Allergiyadan yanmışdı. Allergiya etdi, ağzıma getdi, vurdu boğazıma zadıma hər yerimə. Həmən davay da. Bu nə danışıq da qız? Davay o mənada demirəm, məsələm deyil. Nə davaydı, allergiya etdi, hamı bilir. Ay be, sən yüzü getməmişdi şey. Həkim. Hə, sevər, hə. Bilmir, ola bilər, eybi yox. Bilmir. Saat yok olacaq ya. Uşaqlar canını tıklayın da, rəmiz olmasa. Ailə nənəsi gibi də qaş. Alice nənəsini daha çox istəyir, belə bax. Həmən adam, deyim mən sənə açıqlama verəcəm. Məncə orada 4000 nəfər var. Nə mənada deyirsən üstsüz adamlardır? Mən Sevərlə dalaşmamışdım ki. Mütəşmə. Arada söhbətimiz də var. Onu deyirəm. Üz gördüm. Mən də valla çoxsunda burada üz gördüm. O velo ilə qoşulacaq. Ona dünən mənim dalımda bir iki söz vırtılıyıb. Onu bir dənə mənə qoşulsun. Ona qəşəng bir dənə sözüm var. Ona bir dənə deyərsiniz, mənə peyk atar da. Eləyə. İndi gülə-gülə hamıya sözünü soxur. İndi gör bu şeydir. Gülə-gülə hər sözü deyə bilər adama. Saçma nə olub? Heç nə? Ay yıxıyam, nə acı çıxdı. Acı deyil. Acı deyil. Həqiqətən də biz indi bunu çox acı eləmişəm mən həqiqətən. Yemək acıdır sadəcə, amma yemək o yenə dadlıdır. Dadlıdır, amma çox gərək vurmazdım o qədər acı da. Çox acı deyil, normaldır. Prosta biraz acıdır həqiqət. Pul biber vurmuşsan. Vurmuşsan pul biber. Deyirəm də bundan pul biber iyi gəlir və dadı gəlir.
İndi də sizdən danışır da. Hə, tamam. Danışsın da heç nə olmaz. Qoşular. Bizdən yanda mən indi gəlmişəm. Evin nəsə zarafat edirlər. Mahnunla danışır yəqin. Mən sizə ata bilər açıq istəyir. Deyir açıqdır. Bilə. Bu görmə onu ata bilirəm. Ona da atmaq olmur. Neyse 10 dəqiqədən bir açılır da istəklər. İstəsə atar şey eləyər. Debat eləyərik. 10 dəqiqədən bir açılır. 5 dəqiqə gözləsin, 5 dəqiqə kimi aça bilər. Məndən niyə bağlı istəklər? Axı mən istəyi bağlamamışam. Ondan aç da. Hə, açıldı. O kim nəsə qoşulub axı? Qoşuldu sən üçlə. Yox, başqa adamla da axı. Mən görsün. Oğlanlar konum atın gelin eve. Ay Leman. Ay Leman bacı bir dakika. Niye ki? Leman. Az Leman. Fafintonlarımla danışırdık eve gelirdiler. Gözde bacı gelirəm bir dakika. Evə səviyyəsiz hərəkətləri sevmirəm ben. Bunlar ne dedi oğlan bana seni kim bıraktı? Tövbe ya Rabbim. Dahi senetkar. Dahi senetkar hardadır Leman hanım? Ay be o ne tersen? Çok teşekkür ederim. Dahi senetkar sana halal olsun. Valla daha seratkar senden ele kaçır ile batsansa oğlunla evlendirip kaytar. Allah bence mahnının adını sever koysun mini geceler. Ne geceler? Mini geceler. Mənə bax ne tersen ay Əvvəlizar. Çok sağ ol. Ay bu arada Severcim zarafat bir yana. Hayırlı olsun, uğurlu olsun. Az geşe toyların olsun. Geşe toyların olsun. Seni kabinetlere çağırsınlar, meclislere çağırsınlar, ad günlerine çağırsınlar. Bacım benim hayırlı olsun hayatım. Çok sağ ol varım. Velo. Bakın ben daha senetkarımı öp çıkarttım. Ay canım. Demir. Göstermir özün. Niye Çok kız sağ ol. çağırdı? Deyir utanıram ama. Aa Newton Ross. Ama Deyir deyirəm ki ağzına gələn deyir. ben yazık ne dedim? Dedim hayırlı olsun. Hayırlı olmaya geldim. Mənə bax 999 çox sağ ol. Ay Velo. Ay can. Mənə bax dünən mən çıxmışam, səndə də yox da elə şey oturub dalca danışmaq. Sağ ol, elə üzə deyirsən. Səndə də bu gülə-gülə söz soxmaqlar məndən alır. Ay can Leman'ım canım. Mənə bax. Ay can. Dünən belə elədi sənə. Ay. Ben. Yani sen de yani. Ben asla. silikon eləmişəm, mən haram Asla. Sen hayatımda Bak gördüğüm burada en səndən soruşuram, mən haram silikon eləmişəm. asla hiçbir yerin estetik değil. Ben hayatımda gidip doğal bir Söz kamp soruşuram da, zarafat eləmirəm, haram eləmişəm. Az ne bileyim burnun elemeyip sen. Yox, məndə hara silikondur? Silikon dedin sən. Ha silikon dediğin. Ben kimdi o dedi silikon? Dodakların. Dedin ay Allah aşkına. Dodakları. Məndə dodağımda silikon yoxdur. Dolgu var. Au. Ne bileyim az boş ver. Evet. Aman. Aman. Leman esas güzelsen vay bacı güzelsen. Fisyon. Gözələm, amma Niko'dan heç o hərəkəti gözləməzdim dünən. Niko ne dedi ki? Ne dedi o? Niko həqiqətən çox dəyişilib. Ha. Özünü göynəmə. Bilirəm. Dili uzanıb gayet de. Elə bir ki, biraz ilgiz xəstəliyinə tutulmusan Niko. Aha. İncimə. Star xəstə. Bilirəm, Yəni, bilirəm. mən dalınca dur deyirsən ki, çox danışdı, amma boş danışdı. Mən danışmağı Ay səndən sağ ol. öyrənməyəcəm, Niko. Bilirəm, bilirəm. Mən o bəzi Star xəstəliyi. yayıncılarına, Bu star yəni xəstəliyi. o bəzi yayıncılarına səhv salma. Sözüm var üzümə deyil. Mən sənə hörmət edirəm, çox istəyirəm. Amma sənin mən o dalınca o hərəkətin heç mənə xoş gəlmədi. Az ne dedim sana? Dedin ki sen o deyib danışır ama boş. Çox danışdı, amma boş danışdı. Bəyəniz bu səsara getdi. Az gel dedim ki o bu cümle kurdu. Cümlelerin arasında... Heç də boş danışmadı. Mən səni səhv eləmədi mənim danışığım.
Leman bacım düz deyir. Sən star xəstəliyinə. Çok istedim değerli. Sən star xəstəliyinə. Yox, sən ola bilər ətrafında indi bütün qızları demirəm. O ola bilər indi hamıya aid deyil. Biri ola bilər xoş olmadı sənə bəzi sözlərim, amma düzün danışdım. Leman da takılır. Sən bir gün nədir? Yo, bilsən niyə takılmadım. O kayda baxdım. Biri var zarafat mənasında, bir də var o lağlağı ilə qayıtdı ki, ay çox danışdı amma çox boş danışdı. Öyle dedim. Allah'ın belası seni. Sen gerçekten şımarıyorsun Lema bacıya karşı. Lema bacı ben senin yerimi on. Yanındaki güzelce neyine? Niye göstermiyor? Özünü her şeyle bir görmür. Ya o balaca. Mən bilmirəm. Az hastasın sen niye göstermişsen özünü? Sən də ki az şey eləməmsən də onu. Allah hakkı işte demirəm. Ay bacım ben ona valla ben severim. Ne manada? Bak ben pis manada işte demiyorum. O gün ailema sen canın sen kızdığın. Bak kişi kimi kızsan her zaman her şeyi düz düzgüne dersen. Hə. O gün ay bacı o üzülmedim. Allah'a ant içmedim. Sonra yarım saat bir saat sonra eyle dedi. Sonra bir baktım Ben onun açıklamasını da verdi ki, bu TikTok'ta belə bir şey var. Sən təzə gəlmisən də. O gün görsən özün qayıtdın dedin ki, ay bir dənə söz dedim. Buradan nə almışam, buradan nə almışam. Yaxdılar, yaxışdırdılar ki, bu milyon qazanır, nə qazanır onu dedin mi? Dedin də, canlıda dedin. İndi bu da öz aləmində, çox sağ ol Nihat. İndi bu da öz aləmində düşünür ki, deyəcəm, dəstəyim kəsəcək və yaxud da insanlar mənə deyəcək ki, bu hardan aldı, nə Aslında Allah'a and içməsin de sonra git yayında. Allah'a and içməyi mən işte burada bak ben yazdım burada ne suçu bir var? qorxudan and içdim. Ben yetimi burada ne suçu var beni engelleyip bana neler değil. Bu arada bu arada Sever diyor ki bir daha kimlerden eşitmişim mesajı birine şikayet neyse bir tane yakın birine yazıp ki ben Velizar'ı mahkemeye vermeye istedim. Kız da deyip ki Velizar'ı niye mahkemeye vermek istiyorsun? Galip cümlesine göre beni mahkemeye vermez. Az galip cümlesine ne var? Beni mahkemeye Adın çəkməyəcəm Laman, sən bilirsən. Bir nəfər var TikTok'da, mənə səhifəni atdı. Həmin o, nə deyirlər ona? Ona görə yığışıb bütün TikTok'da. Qulaq da dedi ki mənə, Sever sənə vəkilimin sən Az öyle yok sen. Kimdi o Velizar? Mən də dedim ki, dedi sən Kıza tevki galip cümlesine göre Velizar'ı şikayet edeceğim. Az diye şikayet eledin mahkemeye çıktık. Abi hakim orada demez mi? Bu galip Velizar ne? galip ne deməkdir? Hə, qalib Az galip de maşının balaca versin. Severin arası maşını oxşur. Maşın Hə. hamı bilir ki, nə Az yani pahalı kızdı da pahalı galip. Hamı bilir ki, onu sən En geçe maşın nedir bu diyeceğim. Sən galip Azərbaycan- əslində bu demək istəmirsən. Evet yani Azerbaycan'da şu an en sevilen en pahalı görünen Galik'ti. Oradaki biri var büyük Galik. Şimdi seven de boyuna göre değil. İndi hamı yaxşı Amma belə o, gəl Allah'la danışaq. O Galik deməli çox insanlar var sənin ətrafında bəziləri. Az var hamı da var. Hamı TikTok'un %99'u Galik. Ay bacı. Hə sən o, çox sağ ol canım mən. Ona bakarsan %99'u Galik. Valla bu onlara baxanda hələ o Galik. Sığmaya teşekkürler. Hə? Ay sever mi? Değil. Ha. Değil. İşte. O dünən səndən çıxandan sonra dedin, kimlərdə özü bilər. İndi bu da Galik'də özü bilər də. Ay bacı ben Allah pismeden Mən bir demem. qalibəm Laman, nədən? Ay bacı az çetniye. Biz mənada demirəm. Mən onu bahalı maşın mənasında deyirəm. Az çetniye hamısı 700 Mən yazdı. bir var o işi sayıyorum, mən bir 10 boyunca. Mən də deyirəm ki, bu elə adam deyil də, bu o qız deyil. Onda mən elə deyirəm, onda niyə Sədıq mən öz evini alırsan, mən öz evini alırsan, o bunu mən öz evini, onda belə çıxır ki, onda mənim ətrafıma Soruşuram, sən bunu tərbiyəsi bilirsən. Ben onu rahibe tere sergü namazından yazdım. Özal satını bilirsən, Velizar. Ben Mekke'ye giden kız gibi tanıyacağım. Ben Belgis'in verilişinde tanıdığım Sever'i değil. Tahirə çox sağ ol. Ben Həyatda hayatımda. heç kim səhvsiz deyil, günahsız deyil. Az ben sana adımımı çıkardım. Hər insanın Ben sana ne günahları da demişim? özünədir, səhvləri də özünədir. Və hər kəs, yəni, Ben dondum o dondu. Ay sen de var ya Leman 2 dakikada bir sözünü sokuşturursan ha. Bayılırım. Mən üçün öyle Sən demirsən, mən Galik'i pis mənada demirəm. Sən də varlı qızları sevirsən də, aligah qızları. Azel varlı kız Galik olur. Demədim, mən Galik'i o mənada deyirəm ki, aligah maşın kimi aligah qızlar. Mən deyirəm, sən elə qızları sevirsən də, Galikləri sevirsən, bahalı qızı demirsən, mən pullu bacılarımı sevirəm. Hamı sevir de bak Hədə ne sən var Galik'i pis mənada demirəm. Mən deyirəm, sən Galikləri sevirsən də. Az niye chat hamısı 700 yazır? 700 ne temadı onu bilmedim. He böyle afiyet olsun ne yersiniz?
Makaron acılı. Ne geçey. Sever hanı sever niye yüzünü göstermir? Sen ne göstermişsin? Senden küçüksün. Xəstədi barışdıqda da sever, yaşlığa güləyim. Sen de bunlar işin olmasın değil. Allah ben ona heç də demirəm. Sonra mən heç kim dəstək. Değme sen can deme. Bir ondan sonra ben hiç kim destek olmur. Niyə gişə mahnı çıxarıb Ben onu dans açmadım. elədim? Ay, Sözündən sonra mən Değme. yo valla mən heç də demirəm. Severdi, yaxşıdır, bax balaca deyirəm ki, halal olsun sevərə. Qız yəni. Ama geçen okuyor ha. Sesi geçen. Çok. Suni intellekte bayıldım. Ama bir şey diyeyim. Ay bir şey diyeyim de bana ama halal olsun. Aktörlük elədi. Mesela filme çekilme istedi. mən də atasız qızam, tək başıma edirəm. Xəstə anama özüm Başla. başlayıram. Feriha başla. Tək başıma. Nə olsun ki? Hə, nə olsun ki? Nə olar səndən mən? Başla. Müge Anlı. Müge Anlı'ya başladık. Müge Anlı hoş geldin Hidayet kızı. Hə, Abi bana bak. Eşittim sen o şeyden çıkmışsan. O birisi o neydi o neyin restorandan. Anlıya görə çıxdım. Çünki mən həm müəllim yanına gedirdim, zad eləyirdim də çatdıra bilmirdim. YouTube'a ne bak gelecek bu şaheser mahnı? İnşallah yaxınlarda sabah paylaşıram. İnşallah müthiş paylaş kızlar. Sen mamnun ne oldu? Ben mahnım inşallah aşkım. Yakınlarda çıkacak. Məncə Bir tane sen kaldın Leman. Sen de çıkartırsın. Ben de çıkıp da, ben de çoktan çıkıp. hamımızı O yok hey. Bir de özüne ait bir den geçen. Oğlum, ne bileyim. Niye az yaraşır sana? Ay burada da Mahmut Bey'i başlayırlar. O mənə baxdı oxudu, bu mənə baxdı oxudu. Az ne olacak? Bəni birləşdiriblər. Elə bil hamısı şahəsər müğənnidir. Bana yenilik eləmək lazım. Yenilik eləməyən də TikTokda batırsan. Ona görə gündəmdə qalmaq üçün bir şeylər yapmaq Az lazım. böyle masaya değildin hiç bir TikToker'la ne oturacağım ne giymek yiyeceğim de sever yanımda. Ben başım çıkmadı. Bu Sen de nə kal. yazıyan ya şey. Sen de al. Ona qalsa belə də sən də demişdin, mən heç kimlə oturub durmayacağam. Onlar inşallah hər gün metropollardasan. Ay çok TikToker değil O aslında. sözü deyən də sən idin ki, mən heç kəsin gedib oturmayacağam. Ben yine bir tane TikToker. Eləyəcəm. Uzaqdan uzağa hətta gedib bir evdə belə qalırsan, indi mənə söz deyirsən. Az ben yine bir TikToker'la görüşmüştüm. Mən ən azından gizlin eləmirəm, belə o, aşkarda eləyirəm. Yani, Allah aşkına. Onu geçet dedin ona bayıldım. Ha, yaş. Onu geçet dedin. Sən də demişdin, amma elədin. Yani bacı yani sen de diyersek sen de diyorsan ona bak. Sən də demişdin, sən demişdin ki, mən heç bir TikTok'una oturup stolda oturmayacağım. Demişdin. TikToker değil axı. Fərqi nədir ki, TikTok'dan bunlar da hamısı. Öyle. Oya. Düzdür yok. Dedim, belə mənim də heç bir işim var. Prosta dedim deyə dedim ki, yəni sən də demişdin. Yok ona düz dedi geçek dedi. Onu bayıldım. Ya yaxşı Haydi sesi. ben kaçıyorum. Hadi öpüyorum öpüyorum. Evet. Ay. Onun sözlerinden incime, o zarafat edir. Onun heç bir sözünü ciddiyə alma. O özü deyir ki, bence canlıda özüm elə edirəm ki, maraqlı olsun. Mırtdaşlar, gör kimsə çıxanda dalıca danışıram, zarafatda. O canlıyam, argument elədi. Gördüm önce sen videoyu tekrar paylaşmıştın. Ne olsun değil de sözde seni hazırlayır ama şey odur. Boş ver. Sen de gül danış yola ver. Düzəlmirəm inşallah. O da elə canlısın. Argumentin elə aparır. Ondan heç kim incimir. Çünki o bilir ki, o hamıyla elə mırtdaşır. Gör ki, kimisə dalıca danışdı, gör kimsə çıxanda mırtdaşdı. Yəni, yola ver getsin. Sən özün bilirsən də, sən içində, mən şəxsən özüm bilirəm ki, mən içimdə necə biriyəm, mənim əxlaqım necədir, tərbiyəm necədir, mədəniyyətim necədir. Məsələn deyirəm, söhbət məndən getmir ümumi. Çox adam mənə desin tərbiyəsizdir. Kim mənə məsəl üçün söz deyir, mənim haqqımı götürür öz üzərinə, mənim günahlarımı götürür öz üzərinə, mənə daha da yaxşı, mənim günahlarım azalır. Çox da vecimə. Amma o sənə onu ciddi mənada demir, zarafat edir. Sən də zarafatca ona 100 cür söz deyə bilərsən. Gördün mü, mən zarafat seni söz dedim, mən də ona dedim. İncidir, orada inciməli nə var ki? Yani. Gladiator çok sağ. O zarafat ediyor. Mənlə də mırtdaşır. Amma dünən Nikon sözü mənim xətrimə dəymiş. Çünki qayıtda gördüm. Çox pisimə gəldi. Biri var o zarafatçı, biri var ciddi qayıtdı ki,
Çox danışdı, amma boş danışdı. Mən onun xətrini çox istəyirəm deyə. O söz haqqı mənim xətrimə dəydi ki, mən kiməsə hörmət edib hörmətsizlik görürəm, o mənə heç xoş deyil. Deyib ki, lama sındırım mən. Hə? İzləyiciləri var. Mən görsən özü də mırtdaşır. O qəlbində xainlik olsaydı, onun qəlbində xainlik olsaydı, o dava eləyərdi. Düzdür? O gördün onu zarafata verdi. O görsən deməli qəlbində xainlik olur. Zarafat o mənə dedi, mən də ona dedim, çıxdı getdi. Bilir ki, TikTokdur da bura. Sabah hər yerdə salam sağ ol. Deyil belə kabak oldu. Da əsəbləşirə baxın. Onu qalsa da demişdi. Demişdi ki, mən heç kesin oturmayacağım. Salam, sağ ol, canlı Mən yayında. bunu bilmirdim abi. Ha, demişdi, mənim cadu söhbətimdən sonra demişdi ki, Allah haqqı bu TikTok evlərinə oturmağa qorxuram, heç kesin oturmayacağım. Onu da yazıq qorxubdan. Sevirik onu, mən də onu sevirəm. Mən də onu sevirəm. Məsəl üçün, deyim, bunun basın bağlıyım canlılarına baxıram. Canlı açmamışdan qabaqda baxırdım. Olur bəzən insanın xətrinə dəyər elə sözlər var, amma kayıtlara baxıram. pis insan deyil, qəlbi təmiz. Mən amma kartlar ancaq. Mən də onu xoşlayıram. Canlıları maraqlıdır. Durum nə basın bağlayım. Baxmıram Mən falan kartlar filan. Mən də valla izləyirəm. Yəni qabağıma keçsin, mən onu belə çeviririm, heç vaxt yəni elə bir şey olmur. Çünki güldürür deyə mən də izləmişəm. Prosta insan qəlbi bəzən qırılır. Boş ver. Tamam. Mən heç nə demirəm, axı ürəmi. Sən də ona denən papaqlı qaylik. Heç açdım o buna gözü. Həqiqətən. Həqiqətən. Yazıq deyiləm yaz. Qaylı tərəfini saxladım. Az pis məbud demədim. Mən kimi sevilə gör deməmişəm ki, yeməyi yemişəm, mənə cavab ediblər. Mən deyib gizlində görüşmürəm, Belizar, açıq-aşkar görüşürəm. Başışdır, qoşul sözümüzü deyək sənə. Zarafat edir də, mən də zarafat edəcəm də. Nə var ki burada, o danışır, mən də danışıram. Ona qalsa sən də baboş ağzıma gələn dedin, getdin oturdun baboşla bir yerdə. Nə olsun? Baboş sənə dedi, sən də baboşa. Nə olsun? Niyə görüşdün baboşla? Görüşməzdin də baboşla. Baboşla bir-birimizə ağzımıza gələn dediniz, getdiniz 31 süfrədə. Sən kim edirsən, Belo? Sən kim edirsən? Sonra bir-birimizə sərf eləmədi, başladınız bir-birimizin dalınca danışmağa yenə. Ezar, sən kim edirsən? Sən kim edirsən, arkadaş? Niyə baboşla dalaşdın, görüşdün? Niyə görüşdün? Sən niyə görüşdün? Qoşulsuz sözümü deyim ki, indi mən söz altında qalanam da. Sən də görüşdün də, sən kim edirsən? Zarafata qalsa zarafat edir, zarafatça sözündür, biz də zarafatça deyirik. Qorxusundan mənim yanımda demədi, canlını bağladı, üzümə sağollaşdı dediyi. Sən Allahıma deyib, mən istəyəxsin, bir ona qəşək söz dedim. Yoxu, mən şey deyir, axı ki, öndü mənə bu nəsə söz dedi. Ay filan kəslə görüşdün, ay bəs mən kəslə görüşdün. Hə, nə olsun, mən gəlib filan kəsin evində oturub deməmişəm ki, mənə cavab elədi. Mən heç səni onun adını da çəkmədim, sən durub onun adını danışırsan canlıda. Sadəcə sən mənə dedin, nə oldu, Seferlə görüşməyəcəkdin. Mən də sənə dedim ki, sən də demişdin, mən heç kəslə görüşməyəcəm, getdin görüşdün. Demişdi, deməmişdi uşaqlar canlıda. Demişdi ki, mən heç bir TikTok evdən oturmayacam. Sən o sözü mənə dedim, mən də sənin cavabı verdim. Sənə durub qabağından oturun şeyi sakit duran deyiləm ki. Zarafat edirdim, mən də zarafat elədim. Niyə onu olar deməkdən olmaz? Zarafat edir, biz deyirik. O söz, hər sözü deyə bilir, biz deyə bilmirik. Qoşulmur da. Fərqi nədir, barışdın da? Canlıda barıştık, tezden ona sonra Bəs görüşdük. sən özün dalaşıb barışandan sonra mənə niyə deyirsən o sözü filan kəslərlə dalaşıb barışırsan? Dalaşıp barışmadık. Yaxşı, məni, bir dəqiqə deyəm, məni qınıyırsan. Mən sənin evə gəlib çörək yeyib demişəm, cavab eləmişəm. Dedi. Hə, sual verirəm. Xoşuna gələr? Yok. Bəs onda nə mənə tərəf Az tutursan? onu deyirəm də, sən də deyirəm ki, yəni Bilirəm, sənin kimsə patruqan ola bilər, amma mənim o söhbətimə nə aidiyyatı var tərəf tutursan? Vallahi padurgam deyil, az bir dəfə iki dəfə görüşdü, yolu Onu getdi oraya demirəm, gəldi. özün bilərsən. O söhbətimə qatdığıma görə deyirəm ki, sən qayıtdın dedin ki, filan kəslə getdin, otdun, dostluq elədin, sonra getdin dalca danışdın. Mən dalca danışmadım. Mənim evimə gəlib yemək yeyildi, dedi cadı olunub. Sən elə reaksiya görsən nə edərsən, sual verirəm. Az onu deyirəm də, yəni hamı ilə Bildim, dalaşır. düzün danış. Sən orada elə demədin. Mən kayıtda baxdım, Velo dedin ki, filan kəsin dalınca danışırsan. Filan kəsin, mən dalca danışmışam. İndi patron diye tərəf tutur. Gerçeklere kalanda hayatım, gerçeklere kalanda çok TikTok Yox, gerçəklərə qalanda yox da düzün danış da, başqa vaxt düzün danış. dalaşdınız, görüşdünüz de. Kim görüşüb o söhbətdən sonra? Ederle az kala şeyde Güle Ne Ticaret olsun sen de, Merkezi'nde siz de baboşla dalaşdınız, görüşdünüz de. Niye? Ay Reyim, baboşla dalaşıp niye görüşdünüz? Benden çatından soruş, ömrü boyu davam olmuyor. Az TikTok'ta kayıt yayılmış diye. Evet, Sen ben senin davam olur. Sen dedin canlının bağla, canlının bağla. Severlə davam olmuyor, ay Niko.
Ay bacı kayıtlar Sevər var. sadəcə da. üzü burada mənə qarşı dostluq elədi, sonra getdi bəzilərinə məni şey elədi, məni onlara tərəf durdu, məni şey elədi. Mən sevənlə danışmamışam. Sən də 10 ildir TikTokdasan da sən bilirsən kimin xasiyyəti necədir, kim nətərdir, sən hamını tanıyırsan. Onu demirəm. Bax, bizə qalsın. Bir dəqiqə deyən Niko, sənin yanında eşidirsən. Yox. Başaqda Başqa söz danışım. sənə biz ən bölümlərdə biz səninci çox istəyirik. Biz səndən həmişə telefonla da danışmışıq, PK-ya da qoşulmuşuq. Heç bir zaman aramızda bir dənə insident yaşanmayıb, yaşana da bilməz. Çünki bizim sənə heç bir problemimiz yoxdur. Həmişə Bildim. Yaxşı yoxdursa mən Belizardan soruşuram ki, deyir ki, ayla getdin bir-birimizin dalınca, özdə mənim üçün deyir ha. Deyir getdin dalınca nələr danışdın, buradan baxıram. Ama TikTok Leman, ile ay aslında Leman. dalaşmışlar. Sen canım, ay bu TikTok'ta en çok dava ediyen sen de ay bacı. Ay nədir onun adı Belizar. Sən də vallahi məni keçmirsən. Elə hamıya sən də Artık söz ne dava soxursan. eləmişim? Güya sən normalsan, otursan gülə-gülə hamıya söz soxursan da Az sən ben də. hiç olmasa yayında dava eləmişim. Sen dava edirsen, rüyada görüşürsen, kazan dava edirsen kezden. Yox, məni deyirsən, vallahi məni keçmirsən. Mən heç Ay gün burada aşkım, yarısan 5 hiç ay olmasa sonra məni ne? keçmirsən. Burada Ay danışıp Belizar. dava edirəm, rüyada görüşmüyorsan. Hamıyla rüyada dava edirsen, burada da dava edirsen, rüyada Təzə gəlmisən də sən nə olub ağzını Ne ben ya, sıxıyorsun? hası 5 aydı ne oldu? Elə bir dənə arzumla da Narahat dava olma, yaxşı olacaq. Biraz zaman keçsin görəcəksən. Sen hər neyse şeyi. arzumla ben görüşməyimə sinir olmuşsan. Ben onu başa düşdüm. Bax, ailənin canı deyirəm. Mən sənin o söz və sən mənə qayıtdın dedin ki, bax qızımın canı. Sən birinci qayıtdın dedin ki, dalaşdın ki, oturdun, nə oldu? Bəs deyirdin görüşməyəcəm. Mən Ama də sənə sen o günkü PK'dan beri mən söz Elə qulaq as da, dalaşmırıq ki. Mən də sənə qayıtdım dedim ki, sən də demişdin mən heç kəslə görüşməyəcəm. Niyə görüşdün? Ne bileyim aşkım. Mən sənə Yalan. dediyin sözün üstündən dedim. Mənim nə vecibə? Sən kimlə görüşsən, kimlə görüşmürsən? Sen o gündən Ay bəri mən gidi ya. Belə də ki kimləsə görüşmüşük, nə eləmişik, nə varmışıq, belə də yaxşı eləmişik. Bundan Ay Niko, sən belə çox təkəbbürlü danışırsan ha. Belə də ki mən də bilmirəm, Ay sonra. onunla danışdın, bununla danışdın. Yox, hayır, mən sən onunla bununla danışdın demirəm. Mən dalınca Ay danışdın. bacı canlı neçə dəfə girəndən söz atırsanaq, biz şey deyirik, beynimiz Mən var. söz atıram, nə deyirsiniz onun cavabını verirəm Aslında də. qabaq deyirsə ətrafımızda bəziləri var, adını çəkmirəm. Al çək də. Nə dedim bəziləri var adını çəkmirəm. Qalikdə dedin ya. Qalik demədim mən buna mənasında demirəm. Pullu qız mənasında deyirəm. Mən də dedim ki, sən qalikləri sevirsən. Sən ətrafında kimisə qalik görüb, kimisə fikirləşdirsə mənim problemim. Bir də danışır. Ay yani Leman Allah aşkına ya. Allah aşkına. Ay özlerini götürürler ki Rahibe Teresa o bunlar hamısı. Ay neyse boş ver başka bu mesajı. Ay hayır da aşkım yani Leman. Ay neyse kal söylemək istəmirəm də amma Allah aşkına ya. Yəni elə gəlir, eybi yoxdur, mən paxıl olum. Amma sən çox insanlara təkəbbürlü və yuxarıdan aşağı baxırsan axır vaxtlar. Sən mənə canlıya qoşulandan söz atan, mən sənə söz atmıram. Dünəndən sən məni cılıyırsan, bujiteriyalarımı Temudan vurmusan, sən mənə yuxarıdan aşağı baxan. Mən sənə yuxarıdan aşağı baxılacaq heç bir hərəkət eləmirəm. Mən əksinə hörmət qoyuram, sizə artıq söz demirəm. Siz mənə hörmətsizlik eləyən. Deyir ki, hamı ilə dalaşırsan. Nə olsun, sən də TikToka gələndən gülə-gülə hamıya sözünü soxursan da, adını da qoyursan zarafatdır. Nə olsun ki? Siz də deyirsiniz də. Onda nə var? Ağzıva gələn bayaqdan da mən buradan baxıram, orada adın zarafat qoya-qoya deyirsən. Bəs biz deyəndə xətrivə dəyir, sən deyəndə də bizim xətrimizə dəyir də. Sən gülə-gülə sözlü deyirsən, amma kayıtlarda hamı yazır ki, filan kəsi yaman sındırdı. Bəs mən ki, insanlar onu düz başa düşmür, zarafat başa düşmür bəzi insanlar. Mənim nəyimə lazım kim kimlə görüşür, kim kimlə nə ayırır. Mən gedib gizlincə hərəkət eləmirəm ki, açıq-aşkar ortalıqdayam. Adım çıxıb 9-a inmir 8-ə. Mən dava eləmirəm. Mən sadəcə xoşum gəlmir elə şeylərdən. Mən onlara qarşı hörmətsizlik eləmirəm. O Niko, Belizarı demirəm. O Niko çox hörmətsizlik eləyir axır vaxtlar. Çox belə adama yuxarıdan aşağı baxır. Deyir gedib onun bundalıca danışdın, təzədən görüşdün. Siz də baboşla bir-birinizə ağzınıza gələndiniz, getdiniz görüşdünüz. Nə olsun? Nə olsun? Mən deyirəm oluram həyasız paxıl. Nə yaxşı kimsə mənə deyəndə zarafata deyir, mən deyəndə paxıl oluram. Siz nə istəyirsən Allah? Mən nə bilim 700 nə deməkdir? Ay bala yaxşı da o zarafat eləyir, o zarafat eləyir. Gəl zarafatça sənə altdan sözümü deyim. Xoşun gəlir, zarafat eləyir, zarafat eləyir.
Zarafat eləyir, ona görə kayıtların altında ağzına gələn yazırlar. Hə, yaxşı, paxılam mənə, əl çəksən Allah. Gülə-gülə sözü soxur, elə zarafat olur. Mən ona qarşı hörmətsizlik eləməmişəm indiyənə kimi. Buna belə başa salıram ki, Allahla danış. O səndən zarafat eləyir. Onu boş ver, canlıların argumenti elədir. Mən buradan başqa söz deyirəm, mənim üzümə ad boy verir, gedir orada başqa adamların adını çəkir. Nə daxili var? Hələ Nikoya bax, deyir, zor eləyirik, kimdən istəyir. Söz çatdırmayanda zor eləyirik, kimdən istəyir. Görüş də mənə nə? Elə qəribə danışırsan ki. Yox, düz danışmıraq ha, Niko insan, Niko vəbşə çox qəlb qırıcıdır. O əvvəl elə deyildi, axır vaxtda çox insan qəlbinə dəyir. Çox belə dəhşət ulduz xəstəliyinə tutulub. Neyse. İnsanları alçatmaq lazım deyil.